Qaçın! Qaç! Geç o tərəfə. Bu neydi indi? Necə yəni? Zombi var idi deyirəm, zombi var idi. Zombi? Zombi axı ancaq qorxu filmlərində falan olur axı. Yəni gerçək olacaq bir hal yoxdur ki. Amma gördük. Düz deyir. Gördük. Hətta bir adam ona vururdu. Başınıza gün falan keçib sizin. Gün vurub sizin başınıza. Elə bir şey ola bilər sizdə. İnanmırsınız? Gedin özünüz baxın. Mən gedə bilmərəm. Hayda. Gəl ikimiz gedirik. Pijamadayam mən. Tez elə geyinlərini gəl. Uf. Yaxşı, belə gəlirəm. Mənim əlimi dəyişməyə vaxtım yoxdur. Ərinirəm. Qızlar, nə olacaq? Narahat olma da. Yəqin ki, şeylər eləyərik, düzələr. Neyəcəyik biz? Yaxşı, sakitləşin. O neydi? Mən də bilmirəm. Neyəcəyik indi biz? Bilmirəm. Bu başqalarına da xəbər vermək lazımdır. Ona tez xəbər eləyək də. Bu zombi dediyiniz şey haniyə? Getmə o tərəfə. Niyə ki? Çünki orada zombi var. Necə yəni? Zombi var. Göstərə bilmərəm də deyirəm. Niyə göstərməzsən? Çünki adam canlana bilər deyə düşünürəm, yəni. Canlana bilər? Yəni, bilmirəm, yox. Ya da hə, bilmirəm. Neyəcəyik biz? Mən gedib əlimi dəyişim tez. Gəl bu tərəfə. Neyəcəyik? Yaxşı, sakitləş də. Həqiqətən var imiş. Bizə düşən təkcə özümüzü qorumaqdır. Bir də bir-birimizi qorumaq. Burada olan alətlərlə qoruyacaq da yəqin ki. Çünki biraz gördüyümə görə özümüzü daha çox qoruya biləcəyimiz şeylər o zombinin olduğu otaqda qaldı. Neyəcəyik onda biz? Burada neyəcəyik? Yaxşı, sakitləş də. Nə olar, sakitləş. Susan. Hər şey düzələcək də. Necə düzələcək? Yaxşı, danışmaqdansa özümüzə bir şey tapaq. Burada şey var. Ən azından. O adamda görmüşdüm. Mən də bunu götürürüm. Uşaqlar, orada bir şey var. Nə var? Nədir bu? Onu mənə ver də. Bunu mən işlədəcəm. Mən neyniyəcəm bəs?
Biz de bunlarla bir şeyler eləyə bilərik də, ən azından özümüzü qoruya bilərik. Mən özümü qorumağı bilmirəm. Çalışmalıyıq da Susan. Başqa çarəmiz yoxdur. Ehtiyatdan yanımıza bəzi şeylər də alınır da. Nədən başqa ehtiyatdan yanımıza ala biləcəyimiz bir şey var yəni? Var. Nədir o? Bunlar. Ən azından 2 nəfər işlədə bilər də yəni bunu. Qızlarda biri qalsın, oğlanlarda biri. Mənə verin onu da. Niyə onda? Gəl istəyirsənsə sən bunu götür, Susan. Dəyişərik də onda. Sıra-sıra dəyişərik. Məncə daha yaxşı olar elə. Hə. Biz niyə burada danışırıq? Biz niyə buranı tərk eləmirik ki? Bilmirəm. Necəyəm bilmirəm. Bəlkə çöldə də oldu onlardan. Ona baxacam. Bu nədir? Çölə çıxa bilməyəcəyik. Necə yəni? Niyə çölə çıxa bilmirik ki? Çünki orada hamısı doludur. Orada zombi yığını var. Hələ şükrənməliyik ki, pəncərənin ağzına dayanmayıblar. Neynəyəcəyik biz? Ömrümüzün sonuna qədər burada qalası deyilik. Ona görə də bəzən çıxmalı olacaq. Necə eləyəcəm? Mən də qorxmağa başlayıram. Mənim gözlərimə inana bilmirəm. Yəni bu zombi salgını hardan başladı ki? Biz də bilmirik. Hansımız bilir ki bunu? Çöldən gəldi girdi də. Keçin bu tərəfə. Salam. Salam. Yəqin ki, zombi söhbətini bildiniz də, hamınız. Hamımız bir yerdə çıxıb onlarla savaşsaq, yəni qalib gəlsək, özümüzü qorumuş olacaq da. Boş-boş danışmayın da. Boş-boş danışmıram mən. Həqiqəti deyirəm mən. Dalaşmayın. Sən bir get bax onlara, yəni ona. Mən qorxuram. Get bax. Ona kimsə gəlsin də yanında. Mən gedərəm. Nə? Sən? Qorxmursan sən? Neyə bilərəm mən başqa? Özünüzü qorumağa diqqətli olun. Yəni özünüzü qoruyun. Qaç! Gəl bu tərəfə. Qapını kilitləyin. Nə oldu? Sonuca qədər burada qalacağıq, çıxa bilməyəcəyik. Əgər elə düşünməsək çıxa bilərik əslində.
Necə? Çıxacaq bəs. Necə çıxacaq? Jack demişdi ki, pəncərənin qabağına yığışmayıblar, düzdür? Hələ də yığışmayıblar. Bizdə qapı bağlıdsa və qapının qabağında zombi varsa, pəncərədən çıxarıq. Pəncərədən necə çıxacaq bəs? Sındırarıq. Bəs zombilər bizi görməyəcək. Əlbəttə görəcək, amma qaçarıq da yəqin ki. Yəqin ki, yenə bir şey olmur. Başqa bir planımız yoxdur da. Neyə bilərik? Yəni son əlacımız buradır. Qorxuram. Bir də mən zombizi görmək istəmirəm. Heç birimiz görmək istəmirik, amma məcburuq. Mən buradan pəncərəni qıra bilməyəcəm. Qızların əlindəki ilə bəlkə qırmaq olar. Mən qıra bilmərəm. Yaxşı, mən qıracam. Çıxın, tez eləyin. Susan, gəlsən? Qorxuram. Hamımız qorxuruq. Yəni təkcə qorxan sən deyilsən. Hamımız qorxuruq burada. Yəni belə şey yaşamağı heç birimiz istəməzdik. Amma gördüyün kimi yaşayırıq. Buna görə də həyatımızı qurtarmaq üçün buradan çıxacağıq da. Yəni sən birinci keç. Qorxuram. Keç.